Allahümme enfa'na bima allamtana ve allimna ma yenfa'una ve zidna ilmen. Ve Allah Resulü sallallahu aleyhi ve sellemin ettiği dualar şək yoktur ki en geniş mənalı, en faydalı dualardır. Kısa kelimelerle geniş mənalar əhatə edən dualardır. Ve her birimiz de Peygamber sallallahu aleyhi ve sellemin bu dualarından payımızın olması için çalışmamız lazımdır ki bu dualardan bir pay olsun, bir nasibimiz olsun, yavaş yavaş az. Ve bu dualardan da Enes bin Malik deyir ki Allah Resulü sallallahu aleyhi ve sellemin duaları içerisinde en çok ettiği dua Allahümme Rabbena atina fid dünya hasene ve fil ahireti hasene ve qina azabennar. Hansı hamımızın bildiği duadır da. Allahümme ey Rabbimiz dünyada da bize yaxşısını ver, ahirette de yaxşısını ver ve bizi cehennem azabından koru. Bu dualar içerisinde en əzəmətlilərindendir ve en ucasıdır. Ve bu dua özünde çok şeyi əhatə edir. Dünya ve ahiret xeyirlerini özünde şamil edir. Ve həmçinin bu dua Kur'an'da Allah Teala'nın zikrettiği dualardandır. Ki Allah Teala iman ehline tarif edir. Yani Hac ayələri esnasında ve Allah Teala Bakara suresinde buyuruyor ki ve minhum, onlardan ilələri var ki deyir ki Rabbena atina fid dünya hasene ve fil ahireti hasene ve qina azabennar. Ve Allah Teala bu ayədə bu duanı edenleri tərifləyir. Kim bu duanı edirse Allah Teala onu tərifləyir ki bu duayla insan dünya ve ahiret xeyirlerini Allah Teala'dan istəyir. Ve İbn Kəsir deyir ki bu dua dünya ve ahiret xeyirlerini özünde şamil edir. Ve həmçinin insan dünyanın xeyirlerini Allah Teala'dan istəyir ve şərlərdən de uzak olmasını Allah Teala'dan istəyir. Dünyada həsənət, yaxşılıq insanın tələb ettiği her şeyi əhatə edir. Afiyet, geniş ev, salih zövcə, bol ruzi, faydalı elin, salih əməl, rahat minik ve həmçinin insanlarda diller ezber olmak, insanların qəlbində ona olan sevgi ve başka hansı ki insana dünyada faydalı olan her bir şey özünde əhatə edir. Ahirette həsənət ise bundan daha ucadır. Cennete daxil olmak ve buna tabi olan şeyler. Ki kıyamet günü o dəhşətli günde insan emin olması, korkusuz olması, Arasat meydanında ve həmçinin hesabın kıyamet günü yüngül olması ve başka hansı ki ahiret xeyirləri. Ve bir de qalır axırda cehennemden kurtarmaq. Ki Allah Teala'dan istəyir ki vaqina azabennar, bizi cehennem azabından koru. Ve bu da eğer insan cehennem azabından korundusa, Allah da duasını kabul ettirse bu demektir ki dünyada sebeplerden de korunur. Yani haramlardan uzak durur, günahlardan uzak durur, haram şehvetleri terk edir. Ve bu dua dünya ve ahiret xeyirlerini özünde cem eden dualardan sayılır. Ve bu arada çoklu hadisler varid olmuştur. Bunun faziletinin büyük olmasını, əzəmətli olmasını bildirir. Ve Allah Resulü sallallahu aleyhi ve sellem en çok ettiği dualardandır. Necə ki hadiste geçti, Allah Resulü sallallahu aleyhi ve sellemin en çok ettiği duası bu duaydır. Ve Sahih Müslim'de de əlavə olaraq gəlir ki, ve Enes radiyallahu anhu her hansı bir dua etmek isteyende bu duanı ederdi. Bu duaya başlayardı. Ve Abdullah ibn Saib deyir, eşittim Allah Resulü sallallahu aleyhi ve sellem Yemen küncü ile Qaradaş arasında bu dua edir. Hansı ki ümre eden, tavaf edenin elediği duadır. Yemen küncü ile Qaradaş arasında. Rabbena atina fid dünya hasene ve fil ahireti hasene ve qina azabennar. Ve Habib ibn Sahban el-Kahili deyir ki ben tavaf edelim Kəbəni,
Ve Ömer bin Hattab da tavaf edirdi ve o da bu duanı edirdi. Rabbena atina fid dunya hasene ve fil ahireti hasene ve qina azaben nar. Ve İmam el-Ecuri, Muhammed bin Hasan el-Ecuri diyor ki فَمَنْ أَحَبَّ أَنْ يَكُونَ مِنْ هَؤُلَاءِ Ve kim de isteyirse bunlardan olmağa. Yani Allah Teala'nın sevdiği kullardan, duası kabul olunanlardan, tavafında huşulu olsun. Tavaf ederken. Ve tavaf ederken kalbiyle, diliyle Allah'la meşgul olsun. Allah'la bağlı olsun. Hem kalbi ve hem için dili. Ve başka məxluqatdan ayrılsın. Sükunetle, vüqarlı şekilde tavaf etsin yeriyerken. Dili zikirli olsun ve tefekkürle tavaf etsin. Bəzən Allah Teala əzabından çəkinir, qorxur. Bəzən Allah Teala rəhmətli olur. Ve iki rukun arasında, Yemen küncü ile Qaradaş arasında bu zikir edir. Rabbena atina fid dunya hasene ve fil ahireti hasene ve qina azaben nar. Ve eğer bunu kalbi hazır ne demektir? Yani duanı edir ve fikri oradadır. Yani fikri başka yerde değil. Fikri evin temirinde, ticaretinde, başka dünyavi meşguliyetinde değilse eğer. Ve fehm ederek, anlayarak ederse, Allah karşısında zelil vaziyette, Allah'a mühtaç halde bu dua ederse ve kimin de tavafı bu cür vəsfdə olarsa, o insanın duasını Allah Teala kabul eder. Ve Allah Teala onun günahlarını bağışlayar, onu rəhm eder. Ve Allah Teala melekler yanında belə insanla öyüner. Ve melekler de onun duasına amin deyərlər. Ve kimin tavafı bu cür olarsa. Ve Enes radıyallahu deyir ki bir kişi Peygamber sallallahu aleyhi ve sellem yanında böyle bir dua edir. Deyir ki Allah'ım sen mənə mal verməmsən ki mən sədəqə edeyim. Lakin mənə elə bir bəla ver ki o bəla ilə mənə əcr savab olsun. Mükafat olsun. Ve Peygamber sallallahu aleyhi ve sellem eşidi deyir ki Subhanallah la tutiquhu. Deyir Subhanallah sen buna taqətin çatmaz. Yani bu Allah da bəla verirsə onu sen daşıya bilməzsən, tab gətirə bilməzsən. Ama denen ki Allahümme atina fid dunya hasene ve fil ahireti hasene ve qina azaben nar. Yani bu duanı et. Ve Sahih Müslim'de de geçir. Enes radıyallahu anh diyor ki bir kişinin Allah Resulü sallallahu aleyhi ve sellem ziyaret edildi Müslümanlardan bir kişinin ve artık arıqlayıp sanki bir cüce kimi olur. Ve Peygamber sallallahu aleyhi ve sellem diyor ki sen neyse bir dua edipsen mi, neyse bir şey isteyipsen mi Allah Teala'dan? Diyor ki bəli. Dedim ki Allah'ım eğer sen mənə ahirette ceza vereceksense onu ile bu dünyada ver. Peygamber sallallahu aleyhi ve sellem diyor ki Subhanallah sen taqətin çatmaz. Yani buna tab gətirə bilməzsən. Ama denen ki Allahümme atina fid dunya hasene ve fil ahireti hasene ve qina azaben nar. Ve sonra Peygamber sallallahu aleyhi ve sellem dua edir. Allah Teala ona şefa verir. Ve İbn Teymiyye diyor ki bu kişi yani ahiret korkusu, cehennem əzabına olan qorxu ve həmçinin cehennem əzabından salamat olmağa olan sevgisi onu bu cür şey istemeyi sövq etdi. Cehennem əzabından qorxaraq Allah da bunu istedi. Ondan kurtarmak için. Ama səhv idi, xata idi. Deyir, bu insan qəsdi yaxşı idi, salamat idi, salih kişi idi, fəzilətli idi, dindar idi, zahid idi, Allah korkusu var idi, hürmetli insan idi. Ama yine de istediği şey səhv idi. Gör, zəif, günahkar, müqəssir insan belə bir şey istənici olar. Ve həmçin bir dəstə insan gəlirlər Ənəs bin Məlikin yanına ve ona deyirlər ki, bu qardaşların gəliblər ki, sən onlar üçün Allah'a dua edəsən. Ve Ənəs radiyallahu anh deyir ki, Allahümme gfir lənə və rəhəmnə. Allahım bizi bağışla, bizə rəhm ilə. Və ətinə fid dünya həsənə və fil ahireti həsənə və qina azaben nar. Bu duanı edir. Ve onlar yine de artıq əlavə dua etməsini istəyirlər ve yine de eyni duanı edir. Ve sonra Ənəs radiyallahu anh deyir ki, əgər sizə bu verilsə, dünya ve ahiret xeyirlər sizə verilmiştir.
ve alimler deyir ki, bu duanı çok edir. Çünkü bu dua çok xeyirləri özündə şamil edir. Hem dünyavi ve həmçində ahiret xeyirlərini ve yani tekrar gelir. Həsənət sözü bu duada. Ətinə fi dünya həsənətən qeyri-müəyyənlikdə gəlir və təkrar gəlir. Və qayda olaraq da əgər qeyri-müəyyənlikdə təkrar gəlirsə, ikincinin mənası ayrıdır. Birinci mənası deyildir. Və birincisində dünyavi yaxşılıqları insan istəyir. Allah Teala'nın yardımı, xeyirlərə müvəffəq olmaq, itaətlərə müvəffəq olmaq, belə ki, Allah yanında yani duası qəbul olunsun, duanın qəbul olmasını istəmək. Və ikincisində isə ahirət savabı, ahirət mükafatını istəyir Allah Teala'dan. Allah Teala'nın razılığını, cənnəti istəyir. Yəni ikinci həsənətlə Allah Teala'nın razılığı, Allah'ın sevgisi və Allah Teala'nın sevgisinə razılığına aparan hər bir əməli. Və sonunda deyir ki, bizi cəhənnəm əzabından qoru. Yəni bizim tərəfimizdən asilik, müqəssirlik olubsa bizi bağışla, bizi əff elə və cəhənnəm əzabından qoru. Və sonra deyir ki, əgər duanın mənası belədirsə, nə üçün dua çox olunmasın? Bu dua çox olunmağa layiqli duadır. Və sonra deyir ki, duada deyir ki, ətinə fi dünya həsənə, bizə dünyada həsənət ver. Yəni dünyada olan bütün xeyirləri Allah Teala'dan istəməkdir. Və dünyada olan xeyirlər, hansı ki insan istəyir Allah Teala'dan, hər bir dünyavi xeyri, tələbi özündə şamil edir. Halal ruzi, geniş ev, salih zövcə, salih övladlar, faydalı elm, salih əməl, əminamanlıq, və həmçinin insanların ona gözəl tərifi, gözəl zikir, bütün bunlar bu duaya daxildir. Yəni burada sadəcə filan şeylər deyil, ümumi bütün xeyirlər. İstər salih zürriyyət olsun və yaxud da halal ruzi olsun. Yəni kim bunların hər hansı birisini deyirsə, hamısı haqlıdır. Və sonra deyir ki, ahirətdə həsənət, yəni bağışlanma, Allah rəhməti, Peyğəmbər sallallahu aleyhi ve sellem şəfaəti və cənnət, uca cənnətlərə varis olmaq. Necə ki, İbn Kəsir deyir ki, ahirətdə həsənət, cənnətə daxil olmaq, əmin amanlıq, qiyamətin dəhşətindən əmin olmaq, hesabın yüngüllüyü. Və həmçinin yenə də Həsən Basri'nin gəlir ki, Rabbənə ətinə fi dünya həsənə, dünyada bizə yaxşılıq ver, yaxşısını ver. Deyir ki, o elm və ibadətdir. Dünyada yaxşılıq nədir? Elm və ibadət. Ahirətdə yaxşılıq isə cənnətə daxil olmaqdır. Çünki deyir, dünyanın yaxşılıqların ən ucası faydalı elm və salih əməldir. Dünyada insana verilən yaxşı şeylərin içərisində ən ucası faydalı elm və bir də salih əməldir. Və axırda deyir ki, cəhənnəm əzabından bizi qoru. Yəni, əzabı bizdən uzaq et. Və əzabdan qoru, insanın cəhənnəmdən xilas olmasıdır. Və həmçinin cəhənnəmə düşməyə səbəb olan hər cür vasitədən qorunmaqdır. Və duada nə deyir? Dünyanın da yaxşısını ver, ahirətin yaxşısını ver, cəhənnəm əzabından qoru. Ahiretin yaxşısı nə idi? Cənnət. Cənnət daxil olmaq. Və duanın sonunda nə deyir? Cəhənnəm əzabından qoru. Bu sanki əlavə artırmadır. Çünki ola bilər insan cənnətə girsin, amma cəhənnəm əzabı görəndən sonra və bu dua ilə insan əzabdan qurtarmasını istəyir. Ki, tam şəkildə kamil cənnəti istəyir. Və həmçinin duada deyir ki, ətinə təkdə yoxsa cəmdə deyir. Cəm şəklində. Bizə ver. Bizi qoru. Bunda işarə var ki, insan cəmaatda olmalıdır. Yəni, tək olmaq, cəmaatdan uzaq olmaq olmaz. Xeyir əməllərdə, xeyir işlərdə
xeyirli etiqadlarda insan cemaat olmalıdır. Ona göre Allah Resulü sallallahu aleyhi ve sellem tek sefere çıkmağı qadağan edir. Benim için evde tek kalmaq, gecəni tek kalmaq qadağandır. Təklik ümumiyyətlə qadağandır. Və həmçinin Əli radiyallahu anh rivayət olunur ki, dünyada yaxşılıq salih zövcədir. Ahirətdə hurilərdir. Həsən Basri deyir ki, dünyada yaxşılıq elm və ibadətdir. Ahirətdə isə cənnətdir. Və bizi cəhənnəm əzabından qoru, yəni bizi hər cür haram şəhvətdən, hər cür günahdan qoru. Və həmçinin deyilmiş ki, dünyada yaxşılıq sağlamlıqdır. Kifayət qədər rozlənməkdir. İffətlikdir. Xeyirlərə müvəffəq olmaqdır. Ahirətdə yaxşılıq Allah təalanın savabı, mükafatı və Allahın rəhmətidir. Və başqa bir çox təfsirlər gəlmişdir. Yəni bu ümumi sözdür, ümumi şəkildə gəlir. Qeyri-müəyyənlikdə bütün dünya xeyirlərinin özündə əhatə edir. Və həmçində axirət, cənnət, Allah razılığı və s. İmam Nəvavi deyir ki, həsənətin, yəni dünyadakı həsənətin, yaxşılığın təfsiri haqqında ən zahir görüş ki, insanın sağlamlığı, afiyət, çünki insanda afiyət, sağlamlıq səbəbilə insan ibadəti doğru düzgün yerinə yetirə bilir. Ahirətdə isə xeyirlərə müvəffəq olmaq və bir də Allah təalanın bağışlamasıdır, məğfirətdir. Və həmçinin ahirətdə insan xeyirlərə müvəffəq olması, yəni şərdən qorunmasıdır. Ki, insan şərlərdən, şər də günahlardır. Ki, insan günahlara addımlayaraq gedirsə, günahların ardınca ləhləyirsə, o deməkdir ki, insan şərə tərəf gedir. Şər əhlindən olan insan o insandır ki, günahların ardınca hər gün tələsərək qaçır. Sonra gəlir növbəti dua, burada saxlasaq bəsdir. Allah Teala'dan istəyirəm ki, bizə dünyanın da yaxşısını versin, ahirətini də yaxşısını versin, bizi cəhənnəm odundan, cəhənnəm əzabından qorusun. Allah sizə bərəkət versin. Allah'ım olacağım. Şədə ən la ilahə illə əntə əstəğfirukə və etûbü ileyk.